yazılı bədənində qəlpə də gəzdi. Yəni belə ağır döyüşlər görmüş biri olur. Allah ona can sağlığı versin. Yaradıcılıq uğurları bəxş eləsin ki, kollektivi var, işləyir, çalışır. Və bizləri də sizləri də unutmur, vaxtı var, gəlib ziyarət edir. Buna görə sizə minnətdarlığım. Mən sizə minnətdaram, çox sizin borcunuz. Buyur, söz sizdə. Mən həmişə deyirəm, sizin qarşınızda çıxış eləmək ağırdır, məsuliyyətlidir. Mən hal-hazırda Sumqayıt Musiqi Kollecinin hərbi rəhbəriyəm. Burada çox insanlar tanıyır, bizim tədbirlərə dəvət edirik. Və burada yığılan uşaqlar da musiqiçidirlər. Hər gün dərslərdən, direktordan icazə alıb uşaqları gətiririk, buradakı ziyarət eləsinlər. Mən bu günləri Sumqayıt Musiqi Kollecinin direktoru Sərnə xanımın adından, bütün müəllim və tələbələr heyəti adından sizə başsağlığı verdik. Allah sizə səbir versin, əllərinizdən öpürüm. Özüm haqqımda danışmayacağım. Yəni, əsl kişilər bunlardır gətirib burada. Bizə qismət olmadı şəhid olmaq. Qazi oldu, şəhid ola bilmədi. Allah sizi var eləsin. Heç vaxt biz şəhidlərimizi unutmarıq. İndi işimi müəllim kimi fəaliyyət göstərirəm. Və öz tələbələrimə də bunu aşılayıram ki, biz də müəllim ixtisası buraxırlar da musiqi müəllimləri. Onlara da dönə-dönə tapşırırıq ki, harada işlədiniz, təhsil verdiniz, öz tələbələrinizə bu şəhidləri, burada yatan insanları, igidləri, hamısı igiddir. Onları heç vaxt unutmayın, öz tələbələrinizə danışın onlara. Öpürəm əllərimizdən, Allah sizə səbir versin. Çox sağ olun. Teşekkür ederim. Allah şükür.